Ruslan Məmmədov Kombat Peşəkar Döyüş Liqasının prezidenti seçilib. 10 yanvar 2026-cı il tarixində Arpaçay İdman Birliyinin geniş tərkibdə iclası keçirilib. İclasda Arpaçay İdman Birliyinin rəhbərliyi, idarə heyətinin üzvləri, Azərbaycan İdman İctimaiyyətinin görkəmli nümayəndələri və media təmsilçiləri iştirak ediblər. Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov tədbirdə giriş nitqi ilə çıxış edərək qonaqları salamlayıb və iclası açıq elan edib. Daha sonra Arpaçay İdman Birliyinin birinci vitse-prezidenti Yavər Hüseynov birliyin ötənilki fəaliyyəti və yeniliklərlə bağlı iclas iştirakçılarına məlumat verib. Yavər Hüseynovun sözlərinə görə Azərbaycan Kung Fu Federasiyasının rəhbərliyi ilə Arpaçay İdman Birliyi arasında əməkdaşlıq barədə razılıq əldə edilib. Eyni zamanda 17 dekabr 2025-ci il tarixində Arpaçay İdman Birliyinin tərkibində Kombat Peşəkar Döyüş Liqasının yaradılması barədə məlumat verən Yavər Hüseynov deyib ki, Arpaçay İdman Birliyinin idarə heyətinin qərarına əsasən Ruslan Məmmədov Liqanın prezidenti, Elçin Kazımov isə birinci vitse-prezidenti seçilib. Yavər Hüseynov daha bir məlumatı da diqqətə çatdırıb ki, ilk dəfə olaraq Azərbaycanda 2026-cı il aprel ayında Kombat Peşəkar Döyüş Liqasının birinci çempionatı keçiriləcək. Daha sonra Kombat Peşəkar Döyüş Liqasının prezidenti Ruslan Məmmədov göstərilən etimada görə minnətdarlığını bildirib, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin idman siyasətinə dəstək göstərməyə və töhfə verməyə həmişə hazır olduğunu dilə gətirib. Tədbirdə Kung Fu Federasiyası rəhbərliyindən prezident Nurlan Aslanov, birinci vitse-prezident Babək Əliyev, Ümumi İşlər üzrə vitse-prezident Ehmar Məcidov, Federasiyanın Hakimlər Kollegiyasının sədri Güloğlan Cabbarlı da çıxış edərək mövcud əməkdaşlığın idman ictimaiyyəti üçün uğurlu olacağını diqqətə çatdırıblar. Tədbirdə Milli Məclisin İdman Komitəsinin üzvü Vüqar İskəndərov, Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Allahverdi Rüstəmov, karate üzrə 5 qat dünya çempionu Rafael Ağayev, sərbəst güləş üzrə 2 qat olimpiya mükafatçısı Hacı Əliyev, MMA və Qramplik Federasiyasının prezidenti Azad Əskərov, Zeyd Döyüş Mərkəzinin prezidenti Emin Əliyev çıxış edərək Arpaçay İdman Birliyinin fəaliyyətini yüksək dəyərləndirib, uğurlar arzulayıb və dəstəklərini dilə gətiriblər.